Avrupanın öz talehi necə olacaq məlumdur. Mənim şübhəm var ki, ümumiyyətlə Avrupanın şimal hissəsi, şimal tərəflər özlərini saxlaya bilər. Onların dövlətçiliyi çox sol altındadır. Çünki Avrupanın öz onlara resursu yoxdur. Avrupa resursu alırdı Rusiya ilə, Almaniyanı götürür. Almanya olsun, Fransa olsun, o inkişaf eləmişdilər onlar Rusiyanın ucuz qaz hesabına. Bu günləri bunlar yoxdur. Bu Amerika indi onlara məcbur edəcək ki, öz qazını onlara öz istədiyi qiymətə satacaq. İşte o adamlara demək istəyirəm ki, əvvəlcə Avropada bizə bir yaxşılıq göstərə bilsinlər və biz də onları qəbul etməyə hazırıq. Avropalıların özü qaçırlar Avropadan. Bu günləri Haynan adası, Çinin Haynan adası çoğu Avropalılardır, orada evlər alıb, yaşayırlar orada. Ama Avropada, gelin Avrupa'ya baxın,